الرحيم. بسم الله الرحمن الرحيم. ولما فصلت العير قال أبوهم إني لأجد ريح يوسف لولا أن تفندون. صدق الله العلي العظيم. Değerlilerim, Kur'an'ın Yusuf suresinin 94. ayesini okudum. İsterdim ki elə bunun hakkında da bir miktar size malumat verim. Bu ayede Hazreti Yaqub'un dediklerini hatırladır. Buyurur ki, ile ki karvan yola düştü. Hazreti Yusuf o karvanla ki köynəyini yolladı Hazreti Yaqub için. Bu halda bir ile ki karvan yola düştü. Ataları dedi, yani Yaqub peygamber dedi ki, hakikaten Yusuf'un kokusunu duyuram. Elbette ki eğer beni yüngülbeyin saymasanız, yüngülbeyin beni saymasanız. Burada bir neçə mətləbə işarə olur. Birincisi, Hazreti Yaqub'un uzaqdan Yusuf'un köynəyin, Yusuf'un daha doğrusu iyini hiss eləmək. Bugün müasir telepatya elmi de bunu kabul edir ki, uzaqdan hər hansı bir məlumatı götürmək şansı mümkündür. Bugün elmdə bunu təsdiqləyir. Hazreti Yaqub'un da Yusuf'un iyini hiss eləməkli uzaqdan, bu da qeyri-adi bir şey. Bugün elm sayılır. Sonra der ki, Hazreti Yaqub dedi ki, mən onun iyini duyuram. Əgər məni yüngülbeyin saymasanız, ağılsız məni saymasanız. Burada bir neçə mətləbə işarət. İnsan peyğəmbər oğlu olsa belə, bəzən görürsən ki, həsədin ucubatından dədəyə belə əks sözləri deyər. Peyğəmbər oğlu, Həzrəti Yaqub'un övladları peyğəmbər nəslidir. Ata peyğəmbər, baba peyğəmbər. Amma Qur'an-ı Kerim'də iki yerdə onların atalarına hörmətsizliyindən danışır. Bir yerde elə ki Yusuf'u attılar, kuyuya geldiler. Ataları burada dedi ki, bəs Yusuf hanı, köynəyi getirdiler filan, bu kısa şekilde deyirəm. Orada atalarına dediler ki, inni ləfi zəlalikel mübin. Sen açık şekilde azgınsın. Dedi bunu. Bir yerde de ki Benyamin'i Yusuf sakladı öz yanında. Geldiler diyende ki Benyamin'i saklayıp şah yanında, Yusuf saklayıp yanında. Yine de Yaqub peygamber Benyamin'den söhbət açmır, Yusuf için ağlayır. Yine bu sözü dediler. Dediler ki sen qədimdə, geçmişte necə zəlalatdaydın ha, azğın idin. Elə orada qalıbsan sen. İki yerde görürük ki Peyğəmbərə azğınlayır balalar. İndi sual olunur ki Peyğəmbərə Allah'ın vəsisinə ki bunlar deyirdiler ki zəlaldasan sen, azğınsan sen. Peyğəmbərə azğın deməkli küfrə aparar, insanı yaparmaz. Peyğəmbərə azğın demək küfrə aparar, yaparmaz. Bunun izahı da budur ki, onlar əqidədə Peyğəmbərə azğın demirdilər. Yəni sən Peyğəmbər, sen azgınsan, sen dindən dönübsən, əqidədə deyil. Bunlar həsəddən deyirdiler. O ki, Yusuf'u ve Benyamin'i ki çok istəyirdi. Bunlar bu
azğın deməkdən məqsədi əqidə baxımından deyil. Yusifə və Benyaminə Həzrəti Yaqubun üstün baxmaqlıq cəhətindən idi. Onlara ən yaxın olmaq cəhətindən idi. Əgər bir nəfər Peyğəmbərə əqidə cəhətindən desə ki, sən azğınsan, o insan kafir olar. Əgər kafir edilərsə, onda Peyğəmbərlik nəsli sonra kimdən davam elədi? Lavinin nəslindən. Onda biz də bu tərəfdə oxuyuruq ki, hədislərdə ki, Peyğəmbərin ata babası kafir olmaz, hamısı müvəhhid olar, Allah qərəz olar. Əgər bunlar ki, atalarına azğın deyirdilər, əqidə cəhətindən desəydilər, elə doğrudan da sən Peyğəmbər azğınsan, Yaqub sən azğınsan, onlar kafir olmalıydı. Kafir olsaydı onların nəslindən də Peyğəmbər çıxmamalıydı. Bəlkə Quran-ı Kərimdəki görürük ki, o tərcümələrə də baxsınız, görürsünüz ki, o ayədə yazıb ki, atalarına dedilər ki, sən azğınsan, azğınla məqsəd izahı bu idi ki, yəni sən onları bizdən çox üstün tutursan, onlara çox məhəbbət bəsləyirsən. Bu cəhət. Bu da bir məsələ. Peyğəmbər övladları ataya azğın deyil. Bir Peyğəmbər də dünyasını dəyişəndə deyir ki, dəftər qələm gətirin yazın, bir dəstədə durur deyir ki, Peyğəmbər sayaqlayır. Orada atalarına azğın deyirlər. Burada da Peyğəmbər ümmətindən bir dəstə, Peyğəmbər deyir, dəftər qələmi gətirin, mən sizə bir şey yazdım ki, məndən sonra azmayasınız. Bunlar da dedilər ki, Peyğəmbər sayaqlayır. Yaqubun övladları belə deyirlər, sonuncu Peyğəmbər sahabası da belə deyir. Bəs niyə görə bunlar bu sözləri deyirlər, Peyğəmbər sahabası Peyğəmbərə sayaqlamağa adını qoyur və Yaqubun övladları atalarına o cür deyir, bir səbəb var idi, həsəd. Bu məndən üstün olmamalıdır. Bu məsələ. Bunlar da İmam Əli xilafətində Peyğəmbər ki, deyirdi ki, dəftər qələm gətirin, yazın ki, məndən sonra xilafətdə bu deyil. Onlar necə həsəd edirdilər Yusufə, bunlar da həsəd edirdilər Əliyə görə. Burada qeyri-real bir şey qalmadı. Quran-ı Kərimin həmin bu ayəsi bir neçə nöqtəni hatırladı. Balaca bir dənə ayədir. Bu balaca bir dənə ayənin barəsində saatlərlə danışmaq olar, qısa şəkildə deyirəm sizə. Birincisi, bu ayədə bildirişlər verir. Bildirişlərdən biri budur ki, insan batini paklığa, mənəvi paklığa, mənəvi həqiqəti dərk eləyə bilər, amma o hər insan üçün deyil. İkinci, odur ki, özümüz həqiqətləri dərk edə bilmiriksə, başqalarının belə bir məqamına çatmağına gərək həsəd etməyək. Onlara bu günləri elə alimlər var ki, danışanda görürsən, bir savadın biri çıxır, deyir ki, ağılsızı biri deyir. Sənin bu alimə dediyin bu ağılsızlıq, Yaqubun uşaqlarının Peyğəmbərə dediyi o sözə bənzir ki, sən azılsın. Bu ayədə bir nəticədə budur ki, alimlər nadanların həm içində həmişə əzab əziyyətdə olublar. Alimlər nadanların içində həmişə əzab əziyyətdə olublar. Tarixən belə olur. Yaqub Peyğəmbərdir, alimdir. Görürsən, balalarının əlində qalmalar. Bir savad da xoşbaxt etməz insanı, nadanlar içində çürüyər canı. Bəzən görürsən, savad, elm olar, amma qarşı tərəf nadan olar. Tutumu zəif olar.
necə ki Həzrəti Yaqubun uşaqlarının da tutumu o cür idi. Peyğəmbər sahabələrinin də bəzilərinin tutumu o cür idi. Tutum yoxdur, azdır deyilmən, həqiqəti dərk eləmək qabiliyyətində deyil və həqiqəti deyənə də, həqiqət yolunu gedənə də azğın yolu, azğın adı qoyulur. Budur ki, çalışaq, dəyərlilərim mənim, Qur'an-ı Kərimi oxuyanda elə bir öz həyatımızla Qur'an-ı Kərimin o ayələrini bağlayaq. Görək ki, bu Qur'an-ı Kərim bizə nə mesaj verir, bizə nə demək istəyir, bunu öz üstümüzdə necə biz tətbiq eləməliyik? Yaqubdan danışırsa, Yusuf'dan danışırsa, Yaqubun övladlarından danışırsa, bugün öz dövrümüzlə onu uyğunlaşdıraq, özümüzlə uyğunlaşdıraq, görək ki, bizim özümüzə bu ayə nə demək istəyir. Bundan bir ibrət götürək. Qur'an-ı Kərimin ayələri ibrətdir. Qur'an-ı Kərimdə də hansı ayədən danışır, dəhsə Yusuf surəsinin axırında da o Yusufun əhvalatını danışır, axırda deyir ki, bu bir ibrətdir kimlər üçün? Ağıl sahibləri üçün, düşünənlər üçün. Düşüncəmiz düzgün olmalıdır. Əgər bugün ictimaiyyətimizdə düşüncəmiz düzgün olsa, onda həyatımızı biz düzgün şəkildə qura bilərik. Əgər düşüncəmizi səfiyyə işlərə işlətsük, onda gələcək cəmiyyətə və indiki cəmiyyətə də bizim faydamız olmayacaq. Bugün xalqımız artıq müstəqillik bir dövrdə yaşayır. Bu müstəqillik dövründə də bizdən müstəqil bir düşüncə tələb olunur. Ki, öz ölkəmizi, öz məmləkətimizi, öz cəmiyyətimizi bu günləri düzgün yola yönəltməkdən ötürü müstəqil düşüncədə biz yaşamalıyıq. Ta gələcək nəslə də biz düzgün şəkildə təqdim edə bilək. Allah Teala hamımızdan razı olsun. Allah Teala günahlarımızı bağışlasın. Allah xalqımızı qorusun. Allah xalqımızın düşmənlərini, vətənimizin düşmənlərini dünyanın hər yerində vardılarsa zəlil eləsin. Muhammed və Ali Muhammedə salavat edin.